Bismillah. Bürclərin 9-15 mart aralığı həftəlik ən düz proqnozu. Aşağıda 9-15 mart 2026 aralığı üçün ümumi həftəlik bürc proqnozunu verirəm. Bu proqnoz daha çox ümumi astroloji tendensiyalara əsaslanır. Hər bir bürc üçün fərdi ulduz cədvəlinə baxılmadan ümumi istiqamət göstərir. Ümumi həftə enerjisi 9-15 mart 2026. Bu həftə astroloji olaraq yaradıcılıq, yeni başlanğıclar, emosional və şəxsi inkişaf enerjiləri ilə zəngindir. Münasibətlər, ünsiyyət və özünü ifadə bu dövrdə xüsusi önəm daşıyır. Venüs-Pluto əlaqəsi ilə hisslərin dərinləşdirilməsi və özünə hörmət məsələləri gündəmə gəlir. Yupiterin təsiri ilə isə daxili emosional güc və təhlükəsizlik hissi artacaq. Bürclər üzrə qısa proqnoz. Qoç, bu həftə cəsarətli addımlar atmaq üçün əlverişlidir. Yeni layihələr və iş imkanları aktivləşə bilər. Sevgi və münasibətlərdə istilik hissi güclənir. Emosional dürüstlük önəmlidir. Boğa, sabitlik və rahatlıq bu həftənin əsas mövzularındandır. Ətrafınızda harmoniya qurmaq və kiçik xoş məqamlardan zövq almaq faydalı olacaq. Maliyyə qərarlarında sakit düşünün. Əkizlər, kommunikasiya və əlaqələr bu dövrdə açar rol oynayır. Yeni tanışlıqlar, maraqlı söhbətlər və işgüzar imkanlar gündəmdədir. Dinləmə qabiliyyətinə diqqət edin. Xərçəng, duyğular bu həftə güclü təsirdədir. Özünüzə qayğı və daxili balansı qorumaq müsbət nəticələr verəcək. Səmimi münasibətlər üçün açıq olmaq faydalıdır. Şir, kreativ ideyalar və sosial enerji sizi önə çıxaracaq. Liderlik və yaradıcılıq tələb edən sahələrdə uğur mümkündür. Səmimiyyət, sevgi münasibətlərini gücləndirəcək. Qız, dəqiq düşüncə və planlama uğurunuzu artıracaq. Kiçik addımlar böyük müsbət dəyişikliklərə səbəb ola bilər. Sağlamlıq və işlər sistemlilik önəmlidir. Tərəzi, uyğunluq və gözəllik hissi bu həftə yüksəklərə qalxır. Münasibətlərdə balans və estetik yaradıcı yanaşma sizi ruhlandıracaq. Əqrəb, intuisiyanız bu dövrdə güclüdür. Emosional anlayış qərar vermədə sizə kömək edə bilər. Keçmişi buraxmaq və yeni mərhələyə keçmək üçün yaxşı bir zamandır. Ox atan, yeni təcrübələr və perspektivlər bu həftə sizi canlandırır. Səyahət, təhsil və görüşlər üçün əlverişli enerjilər var. Ruhani və şəxsi inkişaf yönümlü addımlar faydalı olacaq. Oğlaq, daxili balans tapmaq bu dövrdə önəmlidir. Prioritetləri yenidən qiymətləndirmək və iş həyat tarazlığı yaratmaq uğur gətirəcək. Dolça, fərdi ifadə və ideyalarınızla irəliləmək üçün uyğundur. Yaradıcı layihələrdə risk almamaqla birlikdə yeni imkanlar ortaya çıxa bilər. Balıqlar, intuisiyanız və həssaslığınız bu dövrdə 3-cü hissə qədər güclüdür. Yaradıcı fəaliyyət, meditasiya və şəxsi inkişaf üçün əla zamandır. Emosional dürüstlük müsbət nəticələr gətirə bilər. Qısa tövsiyələr. Bu həftə ürəyinizi və hisslərinizi diqqətlə dinləyin. İntuisiya qərarlarınızda sizə rəhbərlik edə bilər. Yeni başlanğıclar və yaradıcılıq üçün əlverişli enerjilər var. Münasibətlərdə və əlaqələrdə dürüstlük bu dövrdə uğur açarıdır.